Çinari xanım, pedaqoq olaraq sizin də fikriniz mənə maraqlıdır. Məsələn, Eşrəf müəllim dedi ki, bugün müəllimlər öz üzərində işləmə, belə deyək, problemi yaşayırlar. Həqiqətən bir müəllim olaraq, pedaqoq olaraq həqiqətənmi çətindir? Bugün müəllim öz üzərində işləyə bilmirmi? Deməzdim ki, müəllimlər öz üzərində işləyə bilmirlər. Sadəcə olaraq biz bilirik ki, müəllimlik sahəsi çox çətin və keşməkeşli sahədir. Bir də nəzərə alsaq ki, şagirdlərlə işləmək üçlü şəkildədir. Həm şagird, həm müəllim, həm də valideynlərlə, dolayısıyla biz ailələrlə çalışmış oluruq. O ailələr nə qədər hazırdır bu yeni təhsilə və təhsilin verdiyi öhdəliklərə ailələr nə qədər hazırdır. Əsas müəllimlərin çətinlik çəkdiyi tərəflərdən birincisi odur. Ailələrin yetəri qədər bu təhsil sisteminə hazır olmaması və müəllimin özü ilə işləməklə yanaşı paralelində həm də ailələrlə işləməyə çalışması bunun özü böyük bir yükdür. Bundan ziyadə deməli artıq neçə ildir ki 5 yaşlılar məktəbə gəlirlər. Hansı ki burada zərurət qoyulmayıbdır ki 5 yaşlılara mütləq şəkildə uşaqlar gəlsinlər ki 1-ci sinifə, mən ibtidai sinif müəllimi olaraq deyirəm bu fikirləri. 1-ci sinifi uşaq artıq hazır şəkildə başlamış olsun. Bunun zərurəti yoxdur. 1-ci sinif zəruridir, amma 5 yaşlara hələ ki o zərurət qoyulmayıbdır ki, təməl bilgilər uşaqlara zəruri şəkildə öyrədilsin ki, artıq 1-ci sinifdən başlayan uşaqlar təhsilə hazır şəkildə başlaya bilsinlər. Düzdür, bizim vaxtımızda da biz bağçalara gedəndə məktəbə qədər sistem var idi, bizi öyrədirdi yetəri qədər. Amma bugünkü gündə yeni valideynlər, haradasa sizin, mənim yaşımda olan valideynlər yetəri qədər təhsili olsalar belə yetəri qədər uşaqları düzgün yetişdirə bilmirlər. Uşaqları düzgün yetişdirmək hardan başlayır? Erkən inkişaf dövründən. Ta uşaq anadan olandan məktəbə gedənə qədər uzun bir yol var ki, orada hər yaşa uyğun bilgilər, informasiyalar uşağa əgər öyrədilmirsə, nəticəsində uşaq 1-ci sinifə başlayanda qalır çaşbaş. Bilmir ki, təhsilin öhdəsindən necə gəlsin.